Mən belə bir fikir demək istəyirəm ki, dünyada bugün mənəviyyat sahəsində bir böhran yaranıb ki, o böhran haqqında az danışılır, az diqqət olunur buna. 124 min peyğəmbər bu böhranı həll eləmək istədilər, alınmadı. İmam Hüseyin bu böhranın həlli yolunda canından keçdi, hələ insanlara tam aydın olmadı. O böhran nədən ibarətdir? O böhran bundan ibarətdir ki, cəmaat yaxşılıqlarla iman arasında fərq qoyur. Deyir, filan kəs yaxşı adamdır, amma imanı yoxdur. Bu fikir nə qədər ki, hökm sürür, bu böhran davam edəcək. Yaxşı oğlandır, yaxşı insandır, amma imansızdır. İmansızlıqla pislik arasında, yaxşılıq arasında bir fərq hiss edir insanlar. Bu iki anlayışın fərqli olduğunu qənaətindədirlər. Deyir, imanlı adamdır, amma yaxşı adam deyil. Yaxud da imanı yoxdur, amma yaxşı oğlandır, yaxşı adamdır. Bu təfəkkür nə qədər var, insanlıq bu böhrandan çıxa bilməyəcək. Bu böhrandan çıxış yolu bu təfəkkürün dəyişməsindədir. Nə qədər ki, iman bir şeydir, yaxşılıq başqa bir şey. İman yaxşılığa bərabər deyil. Bu vəziyyət düzəlməyəcək.